Salam dəyərli izləyicilərim. Mətbəximə xoş gəlmisiniz. Bugün də sizinlə kəhraba kimi parıldayan, gavalının bütöv qaldığı və rəngi heç qaralmayan möhtəşəm gavalı mürəbbəsi reseptini bölüşürəm. Burada bir neçə vacib püf nöqtəmiz var. İlk püf nöqtəmiz meyvə seçimidir. Mürəbbə üçün mütləq yumşaq yox, bərk və azca turşməzə gavallardan istifadə etməliyik. Gavalımızın qabığını çox incə şəkildə soyuruq və tumlarını ehtiyatla çıxardırıq. Mən tumunu həm bıçaq vasitəsilə, həm də atverka vasitəsilə çıxardıram. Sizə hansı üsul daha rahat gəlirsə, o üsuldan istifadə edə bilərsiniz. İndi isə keçirik növbəti püf nöqtəmizə. Soyulmuş gavalları rənginin qaralmaması üçün onları soyuq suda saxladıram. Əgər sizin gavalınız yumşaqdırsa, o zaman suya soda da əlavə edə bilərsiniz. Daha sonra isə sodanın suyu, sodada qalmış gavalları çox yaxşı şəkildə yumaq lazımdır. Şərbətimiz üçün ölçü belədir. Hər 1 kilo meyvə üçün yarım stəkan su və 900 qram şəkər tozu götürürük. Şəkər tozu və suyu qazana əlavə edib, şəkər tam əriyənə qədər qarışdırırıq. Şəkər əriyəndən sonra gavalları əlavə edirik. Mürəbbəni ilk öncə zəif odda, şərbət qaynayandan sonra isə mütləq yüksək odda 15-20 dəqiqə müddətində bişiririk. Ən böyük püf nöqtələrdən biri isə budur. Mürəbbə yüksək odda tez bişəndə karamelləşmir və rəngi qaralmır. Kəhraba kimi billur qalır. Əgər mürəbbənizi daha çox qaynatmısınızsa, şəkərləməsindən ehtiyat edirsinizsə, o zaman mürəbbəni götürməmişdən öncə üzərinə limon duzu və yaxud da ki, limon suyu əlavə edə bilərsiniz. Hazır olduqdan sonra ocaqdan götürürük. Son püf nöqtəmiz isə üzərindəki xırda kəf və köpükləri təmiz mətbəx salfeti ilə toxunduran kimi çəkməkdir. Bu üsulla mürəbbənin suyu tam şəffaf görünəcək. Eyni zamanda mürəbbədə əgər artıq su qalmışdırsa, onu həmən salfet öz üzərinə çəkəcək. Bu da mürəbbənin daha uzun ömürlü qalmasının sirridir. Budur, qızılı rəngdə dənə-dənə gavalı mürəbbəmiz hazırdır. Kanala abunə olmağı unutmayın. Nuş olsun.